Prezident İlham Əliyevin imzaladığı yeni sərəncama əsasən 2026-cı il yanvarın 1-nədək təyin olunmuş bütün əmək pensiyaları indeksləşdirilərək artırılır. Artım Dövlət Statistika Komitəsinin məlumatlarına uyğun hesablanır və pensiyaçılardan heç bir müraciət və sənəd tələb olunmur. Proses avtomatik elektron sistem vasitəsilə həyata keçirilir. Yanvar ayı üzrə artım məbləği fevral pensiyası ilə birlikdə ödəniləcək. Yəni pensiyaçılar fevral ayında həm yeni artırılmış pensiyanı, həm də yanvar ayının fərqini birlikdə alacaqlar. Artım bütün pensiyaçılara şamil olunur. O cümlədən hərbi qulluqçulara və hüquq mühafizə orqanlarının əməkdaşlarına. Ümumilikdə 1.100.000 nəfər bu qərardan faydalanacaq. Bu artımlar üçün dövlət büdcəsindən illik əlavə 640 milyon manat vəsait ayrılıb. Bundan əlavə, vətəndaşların fərdi hesablarında toplanmış pensiya kapitalları da ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq 5,6% artırılır. Bu isə gələcək pensiyalarında yüksəlməsi deməkdir. Nəticə: pensiyaçılar fevralda əvvəlkindən daha çox vəsait alacaqlar. Artım artıq hesablanır və ödənişlərə əlavə ediləcək. Sizcə bu artım kifayət edəcəkmi?